اللهم صل على محمد وآل محمد. بسم الله الرحمن الرحيم. اللهم اغسلني فيه من الذنوب وطهرني فيه من العيوب وامتحن قلبي فيه بتقوى القلوب يا مقيل عثرات المذنبين. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين. وصلى الله على سيدنا ونبينا محمد وآله الطيبين الطاهرين المكرمين. واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى يوم الدين. Mübarək Ramazan ayının 23-cü gününün duası və onun qısa şərhi. Allahümme əxsilni fihi minəz-zunub və təhhirni fihi minəl-uyub. İlahi, Pərverdigara, bugünkü gündə məni günahlardan təmiz et, mənim günahlarımı yu. Və təhhirni fihi minəl-uyub. Məni eyblərdən, günahlardan, mənim ruhumu, qəlbimi pak et. Məni pak et eyb qusurlardan. وَامْتَحِنْ قَلْبِ فِيهِ بِتَقْوَى الْقُلُوبِ يَا مُقِيلَ عَثَرَاتِ الْمُذْنِبِينَ. Ey günahkarların üzrxahlığını eşidib qəbul edən, üzrləri qəbul edən, böyük keçəcəyi olan, keçən tövbələri qəbul edən Allah, mənim qəlbimi bugünkü gündə qəlblərə məxsus olan təqva ilə, ürəklərin təqvası ilə mənim qəlbimi möhkəm et, möhkəm qəlblərdən qərar ver, qəlbimi saflaşdır, qəlbimə nicat ver ilə. Bəli, əziz bacı qardaşlarım, birinci istəyimiz, diləyimiz bu oldu ki, Allahdan Allah bizi günahlardan pak et. Allah mənim günahlarımı yu, Allah məni günahlardan təmiz et və məni eyiblərdən pak et. Paklıq, təharət iki növdür. Maddi paklıq var. Necə ki, insanın bədəninin paklığa ehtiyacı var. Əgər bədən bulaşarsa, nəcasətə aludə olarsa ki, gərək paklansın. Eləcə də ruhun da saflaşmasına, paklanmasına ehtiyac vardır. Allah Teala Qur'an-ı Kerimdə buyurur, günahkar, kafir, zalimlər, üsyankarlar haqqında, azğınlar haqqında Allah Teala buyurur, Ulaikellezine len yuridallahu en yutahhira qulubahum. Onlar o kəslərdir ki, Allah onların qəlbini paklamaq istəmir. Allah heç zaman onların qəlblərini paklamaz. Bəli, qəlbə məxsus olan xəstəliklər var məcazi mənada. Hansı ki Allah Teala Qur'an-ı Kerimdə münafiqləri, 200 münafiqləri Allah onlardan söz açarkən Allah Teala buyurur, Ulaike fi qulubihim mərəzun fezadehumullahu mərəza. Onların qəlbində, onların ruhlarında, qəlblərində xəstəlik var. Allah onların xəstəliyini biraz da artırar. Həmin xəstəliklər hansı xəstəliklərdir? Qəlbə məxsus, nifaq, yəni ikiyüzlülük, həsəd, yalan, söz gəzdirməklik, qeybət və bunlar hamısı qorxulu, dəhşətli xəstəliklərdir. Və bunların içərisində daha da bir dəhşətlisi var ki, Allah dostları ilə düşmənçilik eləmək. Olur, görsən, mucizelərdə, məclislərdə və yaxud çəkilişlərdə bəziləri rəy bildirirlər, danışırlar. Elə ki, Həzrət Peyğəmbər əleyhissalam, elə ki, Əhl-i Beyt əleyhissalamdan danışırsan, bir çoxları elə narahat olur, elə xoşa gəlməz rəylər yazırlar. Öz düşmənçiliklərin dinə, Allaha, Peyğəmbərə, onun pak Əhl-i Beytinə ki, Allahın salamı olsun onlara ki, o sözlərlə, tikanlı sözlərlə ki, bildirirlər. Buradan məlumdur ki, onların qəlbində dəhşətli, qorxulu bir xəstəlik var ki, o xəstəliyin də adı Allah dostları ilə düşmənçilik etməkdir.
Allah mənim qəlbimi bugünkü gündə eyblərdən, qusurlardan mənim qəlbimi pak etkinə. Qeyd etdik ki, necə ki insanın bədənin, yəni zahirin paklanmağa, yuyulmağa, çirkinlikdən, nəzasətdən yuyulmağa ehtiyacı varsa, eləcə də insanın ruhunun da xəstəliklərdən, çirkinliklərdən paklanmağa, müalicəyə, təmizliyə ehtiyacı vardır. İnsanın qəlbini paklaşdıran nədir? Zahiri pak edən mütəhhirat, bilirsiniz ki, ötən verilişlərdə də, ötən günlərin dualarında da bu barədə söhbət etmişik. Bəs qəlbi yuyan, təmizləyən amillər, mütəhhirat, qəlbi pak edən şeylər hansılardır? İman. Əmirul Müminin Həzrəti Əli əleyhissalatu vəssalam buyurub ki, "Fəradəllahul iman təthirən minəş-şirk." Allah imanı vacib buyurub. Allaha, qiyamət gününə, Allahın buyurduqlarına iman gətirməyi Allah vacib buyurub ki, qəlbi şirkdən paklamaqdan ötəri. Qəlbin şirkdən paklanması onu pak edən imandır. Qəlbi pak edən amillərdən biri sədəqə, xumus, zəkat vermək insanın qəlbini pak eləyər. Allah Teala Qur'an-ı Kərimdə buyurur, Peyğəmbər, "Xuz min əmvalihim sədəqə, tutahhirhum və tuzakkihim biha." Onlardan sədəqəni, xumusu, zəkatı al və onları pak et onun vasitəsilə. Onların, yəni, xumus, zəkat insanın zahirin, əlin, ayağın, paltarın pak eləməz. Yəni, onların qəlbini pakla günən. Onların ruhunu paklaşdır, saflaşdır günən. Onlar üçün sonra dua etkinən Peyğəmbər, "İnnə səlatəkə səkənun ləhum." Sənin onlar üçün dua etməyin onların qəlbinə bir aramlıq bəxş eləyir. Aramlıqdır. Vallahu səmiun alim. Ruhi, qəlbi saflaşdıran, paklaşdıran amillərdən biri tövbədir. Əmirul Müminin Həzrət Əli əleyhissalatu vəssalam buyurubdur, "Ət-təvbə tutahhirul qulub və təxsiluz zunub." Tövbə qəlbləri pak eləyir və günahları yuyur, aparır. Və başqa bir rivayətdə oxuyuruq, yenə də Əmirul Müminin Həzrət Əli əleyhissalatu vəssalam buyurub, "İnnəlil cism sittətə əhval." Cismin, bədənimizin 6 halı vardır, 6 vəziyyəti var. Yəni bədənimiz bir dəfə sağlamdır, bir dəfə olur bədən, xəstə bədən var. Bədən bir dəfə diridir, canlıdır, yaşayır həyatda. Onun ölü vəziyyəti var ki, bədən bir zaman gəlir ki, bəli, insan dünyasını dəyişir, bədən ölüdür. Bədən oyaqdır, bədən bir dəfə, cismimiz bir dəfə yəni oyaqdır, bir dəfə də yatıb. Yəni bu 6 vəziyyətdən xali deyil. İnsan ya oyaqdır, ya yatıbdır. İnsan ya həyatda vardır, bir zaman gəlir həyatda yoxdur, ölüdür. Bu bədən ki, bədən sağlamdır və yaxud ki, bədən var ki, bədən xəstədir. Həzrət buyurur ki, və kəzəlikə ruh, elə ruh da o cürədir. Ruhun da sağlamı var, xəstəsi var, oyağı var, yatmış ruh var, ölü ruh var, diri, canlı ruh var. Və əleyhissalatu vəssalam bunları sayır. Həzrət buyurubdur, və kəzəlikə ruh fə həyatuha ilmuha. Ruha həyat verən, yaşadan, can verən elmdir. Elm ruhu yaşadır və mevtuha cəhluha. Ölü ruh hansıdır? Ölmüş ruh sayılır, cahil adamın ruhu. Cəhil o ruhun ölümü deməkdir. Və mərəzuha şəkkuha. Xəstə ruh hansıdır? O ruh ki, şəkdədir, hələ yəqin tapmayıbdır. Yəqinə yetişməyibdir, şəkdədir, qalıb haqla batil arasında hələ ayırt edə bilməyibdir. Yaxşını pislər haqqı batildən ayırt etməyib, şəkdədir. Allah dostu ilə Allah düşməninin arasında hələ fərqi tapa bilməyibdir. O ruh xəstə ruhdur. Və səhhətuha yəqinuha. Həzrət budur ki, ruhun səhhəti odur ki, ruh yəqin mərtəbəsinə yetişibdir. Və novmuha qəflətuha. Ruhun yatmağı, yatmış ruh odur ki, qəflətdə olan insanın ruhu. O ruh qəflətdədir. Ayıq ruh odur ki, hifz edib, oyaqdır, yadda saxlayandır, hifz edəndir. Bəli, bugünkü gün duamız bu oldu ki,
Pərverdigara, ey mənim Allahım, məni günahlardan yu, təmiz et, mənim qəlbimi, ruhumu saflaşdır ginən, ruhumu pak et ginən, eyblərdən, qusurlardan, günahlardan və mənim qəlbimi, ürəyimi təqva qəlblərə məxsus, təqva ürəklərə məxsus, təqva ilə, təqvalı ürəklərə məxsus təqva ilə mənim qəlbimi möhkəm elə, mənim qəlbimə nicat ver. Ey günahkarların üzrxahlığını, üzrünü qəbul edən, tövbələrini qəbul edən Allah. Allah Teala Qur'an-ı Kərimdə təqvalı qəlblər, təqvalı ürəklərlə qəlbləri möhkəm olan kəsləri, möminləri Allah Teala tanıtdırır. Onların xüsusiyyəti budur ki, Peyğəmbər əleyhissalama ehtirama qail olanlar. Bu ayə nazil olmuşdu. Söyləyəcəyim inşallah ayə nazil olmuşdu. O zaman ki, səhabənin bir çoxları Həzrət Peyğəmbər əleyhissalamın huzurunda ədəbsizlik edirdilər. O Həzrətin huzurunda qışqır-bağır salaraq danışırdılar. Uca səslə danışırdılar. Bir-birləri ilə danışdığı kimi Peyğəmbər əleyhissalamla danışırdılar. Səslərini ucaldıb Peyğəmbər əleyhissalamın səsindən, yuxarı səslə danışırdılar belə. Allah Teala onları ədəbləndirir. Ayə nazil etdi ki, səsinizi Peyğəmbərin yanında ucaldmayın. La tərfəu əsvatakum. Peyğəmbər əleyhissalamın yanında səsinizi ucaldmayın, ədəbli olun. Peyğəmbərə hörmətə qail olun, ona ehtiram edin. Allah Rəsuludur, aləmlərə rəhmətdir. Bəs bu cürə edən kəs, Peyğəmbərə ehtiram eləyən, səsini ucaldmayan, Peyğəmbərdən izin alıb, icazə alıb danışan kəs, onu sevən, onu özünə Mövla, ağa bilən kəs, Allah Teala buyurur ki, ulaikəllezine təhnəllahu qulubəhum littəqva. Onlar o kəslərdir ki, Allah onların qəlbini təqva ilə möhkəmləndirib, saflaşdırıb, nicat veribdir. Allah bizim qəlbimizi təqvalı qəlblərə məxsus təqva ilə, ilahi təqva ilə Allah qəlbimizi möhkəm elə, saf et, dualarımızı qəbul elə. Və sallallahu əla seyyidina Muhammedin və alihi təyyibinə tahirin.